Hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yeni videomuzda xoş gördük sizləri. Gəlmişəm sizlərə boho stilində çox qəşəng bir ev təqdim eləyəcəm. Ev Şuvalanda yerləşir, Vətən restoranının tam yaxınlığındadır. Yolu asfaltdır. Bu arada bu şlanklar da olmazsa olmazdı. Giriş hissədə avtomobilinizi saxlaya biləcəyiniz geniş bir qarajı var. Üstü qapalıdır, yəni yağış yağsa da. Yəni heç bir fərq etməyəcək. Giriş hissəni görürsünüz. Həmən sol tərəfdə həyətin ümumi sanitar qovşağı yerləşir burada. Göstərək. Və oradan da daxil olmaq istəyirəm yay və qış mətbəxinə. Çox qəşəngdir, baxın. Çox zövqlə dizayn olunub. Burada da mətbəx mebeli quraşdırılıb. Döşəmə isti döşəmədir və cam balkonlandır. Yayda açıb, qışda bağlayırsınız. Qarşı tərəfində belə kiçik bir teras var. Hansı ki, hovuzun filtr sistemi də buradadır. Yelləncə, hətta buranın bir üstünü çəkin, göstərin. Görün necə gözəl stildir. Burada da daşma tipli hovuzumuz var. Hovuzu da çox genişdir, əziz izləyicilərimiz. Hal-hazırda düz işlək vəziyyətdə deyil. Amma qəşəngdir, genişdir hovuzu. Burada sağ tərəfimdə isə yaşıllığı salınıb, amma ən sevdiyim isə məhz buradır. Otağın qarşı tərəfində belə bir terası var. Ayda sevirəm də bu stili, çox qəşəngdir həqiqətən. Bu il, ümumiyyətlə son 2 il ərzində çox rastlaşdığımız bir stildir bu. İndi isə yavaş-yavaş daxil oluruq evin içinə. Qeyd etdiyim kimi 220 kvadratdır ev. Daxil olan kimi bizi belə böyük bir qonaq otağı qarşılayır. Qonaq otağımız çox qəşəng, neytral tonlardan istifadə olunub. Ümumiyyətlə evin rəng tonları möhtəşəmdir. Burada isə xanımlarımızın sevimli məkanı, hovuz mənzərəli, mətbəx yerləşir. Mətbəx mebeli də quraşdırılıb. İndi isə istəyirəm keçək yavaş-yavaş yataq otaqlarını göstərək. Evdə ümumi olaraq 4 yataq otağı var. Burada birinci yataq otağı, hansı ki o möhtəşəm terasa çıxışı olan. Sonra həmən yanında öz sanitar qovşağı ilə bərabər növbəti yataq otağı var. Və dolab otağı da var bu arada, bu yataq otağımızın. Onu da kameramız çəksin, göstərsin. Burada isə digər üçüncü yataq otağı, üzürlü sayın. Və burada evin ümumi sanitar qovşağı var. İndi isə keçək sonuncu yataq otağımızı da göstərək. Sonuncu yataq otağının giriş hissəsində belə bir dolabı var. Çox böyükdür, rahatlıqla əşyalarınızı yerləşdirə bilərsiniz və bu da sonuncu yataq otağı. Təbii ki, öz sanitar qovşağı ilə bərabər. Gəldik bu videomuzun daha sonuna dəyərli izləyicilərimiz. Qeyd edim ki, evimizin qazı, suyu, işığı daimidir. Mən kəpənəkdən qorxan elə bildim cücüdür. Qaz, su, işıq daimidir, sənədləri qaydasındadır və kupçası da var. Qiyməti isə start olaraq 485 min manatdır. Təbii ki, endirimimiz də olacaq. Bu arada kanalımıza abunə olmağı, videomuzu like etməyi və bizi izləməyi unutmayın. Hələlik.